İnşallah belə gözəli sizə də qismət olar, dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Şu alandayam dostlar. Şu alanda belə bir gözəl bağ evi çıxıb satacağam. Mən də gəldim çəkim sizə təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Bu arada dostlar, paylaşım etməyə, dəstək olmağı unutmayın. Əvvəlcədən hər birinizə təşəkkür edirəm. Deməli, qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa, istənilən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Şu alanda 6 sot torpaq sahəsində 220 kvadrat 5 otaqlı bir möhtəşəm bağ evidir. Qeyri-adi dizaynlı, qeyri-adi gözəllikdə. Həqiqətən, maşallah, gözəlliyi göz oxşar. Qiymətin əvvəlcədən vurğulayım 485 min manatdır. Real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlər isə xüsusi bir endirim var. Bizim daimi müştərilərimiz və izləyicilərimiz bilir ki, sözümüzdə yalan yoxdur. Su, qaz, işıq daimidir, sənədləri qaydasında da ipotekə yararlı bir evdir. Dostlar, bağ evin girişidir. Belə bir qarajı mövcuddur. Jalüz darvaza, yanında əl qapısı. Girişdən evin görünüşü. Girişdən sağ tərəfdə dekorativ ağaclar, yaşıllıq zolağı, sol tərəfdə eynisi ilə dekorativ ağaclar, yaşıllıq zolağı var. Girişdən sol tərəfdə dostlar yay-qış mətbəxi. Yəni təbii ki, buranın da yeri isti poldur. Mətbəxi yığılıb. Xırda işləri qalır, inşallah onlar da tamamlanacaq. Bura cam balkonla yığılıb, yəni açılır, bağlanır. Fikir verirsinizsə. Bura besetkanın terasıdır. Belə bir maraqlı dizaynı var. Böyük filtrli hovuzu. Orada lejanka yerləri. Və həyətin sanitar qovşağı burada yerləşir. Vaxtınızı almayım deyə təqdim etməyəcəm. Hovuz aşmadır, yəni şəlalə effekti iləndir. Burada evin terasıdır. Yəni mətbəxdən və qonaq otağından bu terasa çıxış var. Yaşayış üçün hər cür şəraiti var. Yay, qış yaşamaq olar. Bu ərazidə 4 fəsil yaşamaq da olar. Vurğuladığım kimi bağ evi kimi istifadə etmək də olar. Bu da evin sağından solundan hava işləmək üçün yetərincə yer. Və terasdan da həyətin görünüşü. Qısa olaraq evlə də sizi tanış edeyim. Yəni dostlar, evə daxil olduq. Bura hol hissəsidir və bura qonaq otağıdır. Tavan hündürlüyü 5 metrdən bəlkə də çox olar. Belə deyək, holla qonaq otağı eynidir və burada mətbəxi yerləşir. Studiya tipli deyək də buna. Studiya tiplidir dostlar. Mətbəx mebeli yığılıb. Ümumi olaraq qonaq otağı, mətbəx kermogranitdir. Ümumi olaraq isti poldur, yataq otaqları bahalı lamətdir. Eynisi ilə mətbəxdə də pəncərələr tam olaraq açılır və bağlanır. Gəlin, buradan başlayaq. Burası belə bir qardrob. Nə bilim, paltaryon falan qoymaq üçün yeri belə nəzərdə tutulub. Böyük bir yataq otağıdır. Bu yataq otağının daxilində özünün hamam otağı mövcuddur. Aksesuarlar təbii ki, quraşdırılacaq. Pərdə lissur asılıb. Hamam otaqlarında divar içi işləmələrli sadəcə bir iki dənə aksesuarlar qalıb ki, onlar da inşallah 1-2 günə yekunlaşacaq. Daha bir yataq otağı dostlar. Bu da böyük bir yataq otağıdır. Bu arada bu yataq otağının da terasa çıxış var. Bura evin əsas hamam otağıdır. Hamısı da fərqli-fərqlidir. Dizaynı çox gözəldir yəni. Daha bir böyük yataq otağı dostlar. Bu yataq otağının daxilində qardrob otağı və hamam otağı var. Sonra axırıncı yataq otağı ilə də tanış olaq.
Burada sonuncu, dördüncü yataq otağı. Deməli dostlar, evin içində ümumilikdə 3 hamam otağı var, 2 qardirob otağı var. Deməli, şu alanda dostlar 6 sot torpaq sahəsində möhtəşəm bağ evi 485 min manata satışa təklif olur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.